Möhtərəm müsəlman qardaşlarım, Allah-u Teala'nın bizlərə bəxş etmiş olduğu ən üstün və ən dəyərli nemət iman nemətidir. Bizlər yer üzündə Allah Subhanahu Teala'nın yaratdığı xəlifəsiyik. Bizlər bu dünyada ən şərəfli və ən üstün məxluqlarıq. Demək ki, bizdə lazım olması xislətlərin də üstünlüyü önəmlidir, qardaşlar. Bütün gözəlliklərin içərisində cəm olduğu İslamdan qaynaqlanan gözəl əxlaq nümunələri və xislətlərin hamısı məhz Allaha və axirət gününə iman edən bəndələrdə toplanmışdır. Allaha və axirət gününə iman edənlərin tərifi Quran-ı Kərimdə bir neçə surədə, ayələrdə açıq-aşkar bəyan olunur. O möminlər kimlərdir? Onlar salah əhlidir. Onlar mallarını Allah yolunda xərcləyənlərdir. Möminlər o kəslərdir ki, harama, zinaya bulaşmaz, halaldan faydalanır. Möminlərin xislətlərini sıralaya getsək, həqiqətən də Allah'a və axirət gününə iman edən birisinin yaşadığı cəmiyyətdə ideal bir fərd olduğunu açıq-aşkar görə bilər. Niyə? Çünki hansı cəmiyyət olursa olsun, sən o cəmiyyət içərisində arzu olunan bir fərdsən. Allahdan qorxursan, harama meyl etmirsən, kimsənin haqqını yemirsən, qonşuluq haqqını riayət edirsən, valideyn haqqını riayət edirsən, qohum əqraba ilə əlaqəni kəsmirsən, həyat yoldaşına diqqət yetirirsən, övladına sevgi qayğı göstərirsən, müsəlman qardaşlarına da sevgi və mərhəmət hissi ilə yanaşırsan. Bunların hamısı İslamdan qaynaqlarıdır. İçərisində olduğumuz dinin möhtəşəmliyini unutmayaraq, məhz Allahın dinində qüsur, Allahın kitabında əyrilik, onun Rəsulunun sünnəsində bir səhvlik olmadığı üçün biz onu tətbiqatda rahat yaşayırıq. Və insanlar tərəfindən də həqiqi mənada arzu olunan insan halına çeviririk. Xatırlayın, Allah Resulü sallallahu aleyhi və səlləm iman etdikdən sonra bu din, Quran sayəsində kimləri tərbiyə eləyib? Necə insanları hardan hara gətirib, qardaşlarım? Qız övladını diri-diri torpağa bastıran və də'il bənət ərəb ayini idi. Qızların diri-diri bastırılmaz qız uşaqlar. O cəmiyyətdən hansı bir cəmiyyətə gətirdi? Həyatdaykən cənnətlə müjdələnən insanları yetişdirdi. Nəyin sayəsində, qardaş? İslamın, dinin sayəsində. Əzizlərim, Allahın nazil etmiş olduğu o vaxtki ayələrlə indiki ayələr eynidir. Allah sallallahu aleyhi ve sellemin o gün səhabəsinə etdiyi nəsiyyətlə bu gün oxuduğumuz hədisdəki nəsiyyət eynidir. Heç bir şey dəyişmir. Fitnə fəsadın artdığı bir zamanda yaşayırıq. Bu gün bizə haramların formasını dəyişdirib təqdim edəcəklər. Faizi dəyişəcəklər. Başqa yönlərdən bizə təqdim edəcəklər, bizi ona çəkəcəklər. Niyə? Hilə qururlar çünki. İçki həmçinin, şərab həmçinin dəyişdiriləcək, fərqli yeni adlarda, yeni formatlarda bizə təqdim olunacaq. Zina deyirsiniz eyni şəkildə, fərqli metodlarla legallaşdırılaraq bizə elə gözəlləşdirilib təqdim ediləcək ki, biz onu günah kimi deyil, artıq gündəlik tələbatımız kimi baxmağa başlayacağıq. Hər şeyin orada qopduğunun fərqinə varmırıq. Hər şeyin harada qopduğunu bu dünyadan bağımız qopub Allahın huzurunda hesaba gedəndə anlayacağıq, əzizlərim. Odur ki, Allah'a və axirət günə iman edən bir insan dəyişən dünya içərisindəki baş vermiş hadisələrdə nəyi dəyişəcəyinə diqqət yetirməlidir. Bəli, biz də inkişaf etməliyik. Texnologiyalardan biz də faydalanmalıyıq. Müsəlman ağıllı, savadlı, həqiqi mənada
insanlara örnek kimi göstəriləcək bir şəxs olmalıdır. Bəli, biz xarici dilləri də bilməliyik, biz kompüter elmlərini də öyrənməliyik, biz lazımi maliyyə resurslarına da sahib olmalıyıq. Hər şeyimiz olmalıdır. Amma və lakin unutmayaq, Allah Subhanahu taala Quranda bizə nə deyir? Allah həddi aşanları sevməz. Əl-halalu beyyin vəl-haramu beyyin. Halal bəllidir, haram da bəllidir. Bitdi əzizlərim. Çərçivəmiz var. Allah Subhanahu taala bunu bizə bildirir. Halal çərçivədə yaşamaq lazımdır. Harama düşmədən, meyl etmədən, haramı özümüzə çəkmədən, özümüzü də o harama batırmadan. Bununla kifayətlənməyib, əzizlərim, biz ətrafımızda olan müsəlman qardaşlarımıza, qohum əqrabalarımıza, övladlarımıza, valideynlərimizə, hər bir müsəlmana sahib çıxmalıyıq. Allahın dinini onlara çatdırıb, harama düşmələrinə mane olmalıyıq. Mənə elə gəlir ki, mən belə düşünürəm şəxsən. Burada onların heç biri istər yanındakı bir müsəlman qardaşının, istərsə canından parça olan övladının və ya onu dünyaya gətirmiş anasının və atasının cəhənnəmdə yanmasını istəməz. Mən buna əminəm. Heç birimiz istəmərik bunu, qardaşlar. Ona görə də əzizlərim, ateşi, odunu yanacağı insanlar olan cəhənnəm odundan öncə özümüzü, sonra sevdiklərimizi qoruyaq. Bugün bizlərə təqdim olunan, gözəlləşdirilmiş, şəkli dəyişdirilmiş, üzərinə şirələr süzülmüş haramlara meyldən insanlara yayındıraq. Qoruyaq özümüzü və ətrafımızı. Meyl etməsin müsəlman qardaş və bacılarımız onlara. Dinin əslində, tövhiddə xeyir, bərəkət var. Bugün qazancımız az ola bilər. Bugün sıxıntılarımız, borclarımız ola bilər. Bu bizi harama yönəltməsin. Vallahi Allah Subhanahu taala hər şeyə qadirdir. Biz bunu bilirik. Biz buna iman gətirmişik. Allah heç bir zaman bəndəsini darda qoymayıb bu günə qədər. Biz də qoymayacaq. Odur ki, sahib olduğumuz dinin möhtəşəmliyini dərk eləyək və onu həyatımıza tətbiq eləyək. Bu dünyada baş verən nə olursa olsun unutmayın. Hansı dəyişikliklər gedirsə getsin, hansı fitnə qopursa qopsun. Allah Resulü s.ə.v-in möhtəşəm bir duası var. Xütbəmi də istərdim ki, bu dua ilə sonlandırım. Allah Resulü s.ə.v necə dua eləyərdi? Allahım, qəlblərimizi dinində və yolunda sabit et. Mən də özümə və sizə dində və imanda sabit qalmağı Allahdan diləyirəm, qardaşlarım. Kim, vallahi, nəyə can atarsa, Allah Subhanahu taala ona can atdığı şeyi nəsib eləyər. Kaş ki, biz də can atdığımız sabitliyə, imanla yaşayıb və bu dünyadan imanla köçməyə nail olaq.